arasında 7 evli cütlük arasında təsadüf olaraq 6 nəfər seçilir. Təsadüf olaraq nə olur? 6'sı seçilir. 7 evli cütlükdən. Bu sınavın sualı. Buyurun, salmışdıq sınavı. Seçilenler arasında yalnız bir evli cütlük olması hadisesine ihtimalı. Bir daha deyil o sualı. 7 evli. cütlük var. 7 evli cütlük ailesi. 7 ərar vaxtda Azərbaycan kişiləri kimi desək. 7 evli 6 cütlük. nəfər seçilir. 6 nəfər seçilir. Bunlardan 6 nəfər şərtsəb yoxdur oradakı. seçilenler arasında yalnız bir evli cütlük olması Bir evli hadisesi. cütlük. Evli cütlük. İndi görmədik. 7'den Biz bu klasik ehtimaldır. P bərabərdir, M bölünsün endüstri ilə tapmalıyıq. Deməli biz ümumi tapmalıyıq ki, bundan neçə nəfər seçilir? 6 nəfər seçilir. Aydın kimi seçilən 6 nəfərin sıralamasının əhəmiyyəti yoxdur da. Onu 14'ten 6 götürür. Ay yaşay. 7 evli cütlük neçə nəfər deməkdir? 14 nəfər deməkdir. Deməli M bərabərdir, kombinezon 14-dən 6. Çünki 14'ten seçəcək 6 nəfər. İndi bizim əlverişli hallar 7'den 1 götürür evli tələsməyin bəli. Bir evli cütlük götürəcək. cütlük. Tamam. Bizim bir evli cütlüyü 7 evli cütlüyün arasında neçə üsulla seçə bilərik? Bir evli. Bu 6 nəfərin içində mənə lazımdır ki, nə olsun? Bir evli cütlük olsun. Onda bir evli cütlük olandan sonra bir evli cütlük neçə üsulla seçilə bilər? 7 üsulla seçilə bilər. Elədirmi? Mən bir evli cütlük 2 nəfər seçdim. Neçə nəfərim qalır? 4 nəfər. Artıq bir evli cütlük seçilib 6 evli cütlük qalıb. 12 nəfər. 6 evli cütlük neçə nəfər? 12 nəfərin içindən. 4 nəfər seçəcəm, amma orada gərək evli cütlük olmasın. İndi neçə evli cütlüyümüz qaldı? 6 evli cütlük. 6 evli. Bunu çox ehtiyatla eləmək lazımdır. 6 evli cütlükdən 4 nəfər seçilməlidir. Təbii ki, orada ərəbad olmamalıdır. İndi 6 evli cütlük neçə nəfər demək? 12. Birinci adamı neçə üsulla seçə bilərəm? 12. O 12 adamı 12 üsulla seçdimi? Seçdiyim adam bir ailəni təmsil edir də. O ailəni tamam çıxacam. İkisini də çıxacam. Ərəbadın ikisini də çıxacam. Çünki mən oradan o ailədən adam götürəm mənə. Yerdə qaldı mənim 5 evli cütlüyüm, 10. Oradan da bir adam götürdüm. Sonra 8, 8, sonra 6. İndi mən bunu niyə belə bıraq qoyuram? Mən belə kifayətlənə bilmərəm. Mən bunu böləcəm 4 faktoriyalı ona görə ki, ona bölməlisiniz da. Ona bölməməklə onların sırasının əhəmiyyəti olub sizin üçün. Aydındır? Siz elə belə o seçdiyiniz adamların sırası sizin üçün əhəmiyyət kəsb edir. Bu halda belə saxlasaq, o demək ki, burada seçdiyiniz adamı axıra salıb, onu əvvələ salsaz, bu yeni var, mən bunu cərgəyə düzmürəm ki, bu aydındır, sıralama əhəmiyyətsizdir. Bunu bölürəm nəyə? 4 faktoriyala. Əssalam, bax, bu da əhəmiyyətli, bu da elə yaxşı məsələlərdən biridir. O qədər də asan görünməsin imtihan üçün. Və beləliklə, indi gəlin görək ki, olacaq. Silmirəm. Mən 7 evli cütlükdən birini seçirəm, ixtiyari bir evli cütlüyü seçirəm. Onun hər birini bu yerdə qalanla kombinə etdim. Amma bunu da düz hesapladım da məncə, elə deyil. Bunun cavabı nə şəkildədir? Konkret hesablanır. Hesablanır. Bu mənim maraqlıdır, qoyduğum mən hesablayayım. Mənim maraqlıdır, doğru hesabladıq ya yox. Amma məncə düz eləmiş. Bu 4 faktoriya neçə edir? 24, 6 dəfə 8-in 48, 24 ilə ixtisar geçdi. Nə qaldı orada? 2. Kombinezon 14-dən 6. Bu 14 vuraq 13, vuraq 12, vuraq 11, elə mi? Vuraq 10, 1, 2, 3, 4, 5, 6, vuraq 9, bölünsün nə? 6 faktorial, elə deyil mi? 6 faktorialı nə qədər edir 6 faktorial? 720, elə mi? Yəni 72 vuraq oldu da. Belə yazıram ki, rahat ixtisarlar aparalım. Düz oldu? 12 ilə 10 da. 10 ilə 10 getdi. 12 ilə 12 ilə 12'lər gedir. nə gedir? 12 ilə 12 gedir doğrudan. 72 ilə nə gedir? 72 ilə 9 gedir. Burada qaldı 8. 14 ilə 2 7, 14 bunlar getdi. Məsələn 13, 11 qaldı. Nə tər ehtimal oldu deyəsən daha çox olur. 13-də 13, 11, 143. Cavab belə 143. Burada da qaldı nə? 80. 80. Belədir cavab. Bəli. Buna düz hesaplamışıq. 143-də 80. Bax, bu da bir maraqlı məsələdir əlbəttə. Klasik ehtimalda da, klasik ehtimalda əsas məsələ əlverişli halların sayı ilə
bütün mümkün halların sayı ilə əlverişli halların sayını tapmaqdır. Normaldır, uyğun gəlir Migi səviyyəsinə. Sağ olun, təşəkkür edirəm.